Salam, hər vaxtınız xeyir olsun. Bundan əvvəlki videoda tələbələrin qeydiyyatdan keçməsi haqqında paylaşım edilmişdi. Bu dəfə isə qeydiyyatdan keçmiş tələbələrin sınaqlardan istifadə qaydasını izah edəcəm. Tələbəniz bu pəncərədə yerləşən sınaqlar bölməsinə daxil olduqdan sonra qarşılarına parametrləri daxil edə biləcəkləri pəncərə çıxır. Birinci bölmədə olan e-mail ünvanına yalnız müəllimin tələbə kimi təsdiq etdiyi tələbə adları gəlir. Bu da kənar şəxslərin sizin sınaqlarınızdan istifadə etməsinə imkan vermir. Fən və mövzu seçimi etdikdən sonra sual başlanğıc nömrəsini və sual bitiş nömrəsini daxil edirsiniz. Bu o deməkdir ki, siz həmin mövzuda hansı sual aralığında olan sualları etmək istəyirsinizsə, onu seçirsiniz. Mən burada hidrosfer mövzusunda olan 1 və 10-cu sual aralığında olan sualları yazacağam. İmtahan vaxtını təyin etdikdən sonra imtahana başla düyməsinə klik etməklə sualları cavablandırmağa başlayırsınız. Sualları cavablandırdığınız zaman, əgər düzgün cavabı seçmiş olsanız, yaşıl rəng. Yox, əgər yanlış cavab seçmiş olsanız, bu zaman sizin seçdiyiniz cavab qırmızı, düzgün cavab isə yaşıl rəngdə göstəriləcək. Testi bitir düyməsinə klik etdiyiniz zaman imtahan bitir və imtahan nəticələri ilə bağlı ekranda bildiriş göstərilir. Paylaş düyməsinə klik etməklə imtahan nəticələrinizi də paylaşa bilərsiniz. Əlavə olaraq, nəticələriniz avtomatik olaraq qeydə alınır. İstədiyiniz zaman daxil olub, əvvəlki imtahan nəticələrinizə baxa bilərsiniz.